Aha, başlayaq. Dağlar qrupuna görə iki qrupa bölünür, düzdürmü? Tektonik dağlar və vulkanik dağlar. Gəlin vulkanik dağları tanıyaq. Şimali Amerikada yerləşən vulkanik dağlar. Rainier, Rainier, Shasta. Shasta. Rainier və Ruiz. Shasta. Shasta. Bu ikisi harda yerləşir? Abuşda. ABŞ. Abuşda. Meksikada Müəllim, yerləşən. Denali dağlıqda yerləşir məncə. Denali də orada yerləşir. Düzdür, burada çoxdur dağlar. Bu sönmüş vulkandır. Vulkanik dağda, yəni bu yaranmasında vulkanizm prosesi var. McKinley və yaxud da Denali 6194 metr materikin ən hündür nöqtəsidir. Meksikada yerləşən vulkanlar deyə bilərsinizmi? Orizaba, Taxmunko. Orizaba. Guatemala. Və bunu kop kimi yazırsınız. Yaxşı, kop kimi. Nədir bu kop? Ben Ruiz Colima, hardaydı? Colima, Orizaba, Popocatépetl. Orizaba və Popocatépetl. Üç dənəsi Meksikadadır. Sonra burada Qvatemala dövlətində Taxumulka var. Qvatemalada nədir? Taxumulka. Momotombo vulkanı isə Nikaraguadadır. Nikaragua dövlətində isə nədir? Momotombo. Sonra burada yerləşir Ruiz, Cənubi Amerikada. Hansı ölkə? Kolumbiya. Kolumbiya. Əla. Ekvadorda yerləşən San Pedro. Cotopaxi, Cotopaxi, Chimborazo. Chimborazo necə vulkandır? Sönmüş vulkan. Sönmüş vulkan. Dünyanın ən hündür sönmüş vulkanıdır. Sonra gəlirik Çilidə. San Pedro'da. San Pedro. San Pedro Liliaco. Liolaicodur. Bəli, Argentina-Çili sərhədində yerləşir. Sonra Afrikada yerləşən vulkanları tanıyaq. Kilimanjaro. Kilimanjaro. Kilimanjaro, Kamerun fəaliyyətdədir. Kenya sönmüş vulkandır. Tanzanya. Bəli, Karisimbi də var, ona ehtiyacımız yoxdur. Yeni Zelandiyada aktiv vulkan varmı? Mövcuddur. Var, üzr istəyirəm. Burada rəng Ruapeho vulkanı var. Sonra Avropada, İtaliyada yerləşən vulkan. Hekla. Hekla Barbardunga. Bardarbunga və Eyjafjallajökull vulkanı deyəcəksiniz. Düzdür. İtaliyada Vezuvi. Vezuvi, Entra. Etnada, Sicilya adasında. Siciliyada Etnada. Düzdür. Qafqaz dağlarında sönmüş vulkan Elbrus. Elbrus'ta. Elbrus vulkanıdır. Düzdür. İranda da Səhənd, Davamənd Damavand. sönmüş vulkanlardır. Sonra Saxalində Klitski sovkası. Kulisaya Sovqa, düzdür. Yaponiyada Fudziyama Aso. Fudziyama Asodur. Düzdür. Filippində Apo. Mindanao. Pinatubo və Apo. İndoneziyada Semoru. Krakatau. Semoru, Kerenci var, onlara ehtiyac yoxdur. Bir dənə Krakatau bilsəz, bu sizin üçün kifayətdir. Ekranda gördüyümüz necə dağlardır? Vulkanik Aktif. dağlar. Vulkanik dağlardır. Vulkanik dağlar. İndi keçirik tektonik dağlara. Tektonik dağlar neçə yerə bölünür? 3 yerə. Qırışıq faylı, bizə qırışıq faylı. Əhsən. Deməli, tektonik dağlar bölünür. Tektonik. Cavan dağlara qırışıq. Sonra qədim dağlara faylı. Yenidən törəyən dağlara isə qırışıq, faylı deyirik. Bunlar cavan, faylı qədim, qırışıq faylı isə yenidən törəyən dağlardır. Qırışıq dağlarda süxurların yatım ardıcıllığı necədir? Antiklasik. Qədim dağlarda isə Horse Grabs. qalxanlar horst, enənlər qrabin. Sonra yenidən törəyəndə isə hər ikisi müşahidə edilir. Gəlin başlayaq qədim dağlardan materiklər üzrə öyrənək. Cənubi Amerikada qədim dağ varmı? Yəni Paleozoy erasında yaranan qədim dağlar var. Öyrənmirik. Bəli, gəlirik bura. Akbalar. Ən hündür zirvəsi 2037. 2037. Burada biz nədən danışırıq? Qədim dağlar. Qədim dağlar necə dağlardır? Faylı dağlar. Faylı dağlardır. Nə zaman yaranıb?
Paleozoik. Paleozoik erasında. erasında. Paleozoik erasında hansı qırışıqlıq yaranıb? Kaledon, Kaledoniya. Kaledoniya. Ertsin. Və burada qeyd edəcək ki, qədim dağlar geosinklinanın neçənci mərhələsidir? Dördüncü. Mərhələ. 4-cü mərhələ. Necə ərazilərdir? Paleotektonik. Tektonik. Bax, bu xüsusiyyətləri bilmək lazımdır. Apalas dağları MİT-C zirvəsidir. Düzdür. Sonra Afrikada, Kaf, əjdaha və kaf. Əjdaha. Əjdaha qap. Avstraliyada Böyük. Böyük sahə. ən hündür zirvəsi. Kosciuszko 2225. Düşko. 228. Bəli. Ha, 28. Kosciuszko deyəcəksiniz. Düzdür. Gəlirik Avropaya. Skandinaviya. Ən hündür zirvəsi 469. 2469 Qalxopigen. Düzdür. Deyir ki, Skandinaviya dağlarında qütb gecə və gündüzləri müşahidə edilir. Doğru. Doğrudur. Skandinaviya dağları inkişaf etmiş ölkələr arasında yerləşir. Doğrudur. Ən hündür zirvəsi Norveçdə yerləşir. Doğrudur. Doğrudur. Bu da doğru ifadədir. Tamamilə doğru. Sonra burada yerləşən dağ sistemi. Ən Doğrudur. hündür zirvəsi Tamam. Naradoniya 1895. Narodnaya 1895. Tamamilə doğrudur. Ural dağlarından öz mənbəyini götürən çaylar Şimal Buzlu Okean və Xəzər dənizə aid ola bilər. Doğrudur. Doğrudur. Bəli, tamamilə doğrudur. Sonra bu hissədə yerləşən. Böyük Hinqan. Böyük Hinqan. Böyük Hinqan. Bəli. Bax, qədim dağlar bunlardır. Bunları bilsək kifayət edəcək. Sonra gəlir Kaynozoy yaşlı dağlar, yəni cavan dağlar. Cavan dağları müəyyən edək. Şimali Amerikada yerləşir. Kordillerin qərb hissəsi. Kordilyer. Sahil. Sahil. Bəli, sahil və Alyaska Alyaska. hissələri. Cənubi Amerikada yerləşir. Ant dağları. Ant dağları. Ant dağların ən hündür zirvəsi Kangua 6900. Kanka 6960. Bəli, Aconcagua 6963. Deyir ki, Ant dağlarının formalaşmasına Cənubi Amerika və Sakit Okean havalarının təsiri var. Nazca. Yanlış. Nazca və Cənubi Amerika havaları düzdür. Deyir ki, Ant dağları zəngin ehtiyatlarına malikdir. Doğrudur. Düzdür. Ant dağları da mis ehtiyatları zəngindir. Xüsusən də iki ölkə fərqlənir. Peru. Ant dağları 3 yarımkürə, 2 işıqlanma qurşağında yerləşir desə, Doğrudur. doğru ifadədir. Sonra gəlirik Afrikanın yeganə cavan dağlarına. Atlas dağları. Ən hündür zirvəsi 4165 metr. 165 Çukkal. qaldı. Düzdür. Deyir ki, ən hündür zirvəsi Mərakeşdə yerləşir. Doğrudur. Düzdür. Doğrudur. Turkal Mərakeşdə yerləşir. Deyir ki, Atlas dağları 3 yarımkürədə yerləşir. Doğrudur. Şimal şərq. Bəli. 3 ölkə ərazisində yerləşir. Doğrudur. Düzdür. Deyir, Atlas dağlarının yerləşdiyi ölkələrdən biri monarxiya idarə etmə formasında. Doğru. Mərakeş. Mərakeş. Bəli. Atlas dağlarının cənubi ətəklərində fiziki aşınmanın kəmiyyəti böyükdür. Doğrudur. Doğrudur. Çünki burada səhra Böyük var. səhra yerləşir. Düzdür. Sonra burada hansı dağlar? Pirney dağları. Eney dağları. Bəli, İspaniya və Fransa sərhədində. Bəs burada Əndəlüs. Əndəlüs. burada yerləşir. Alt dağları. Ən hündür Alp dağları. zirvəsi. Mont Blanc 4800. Mont Blanc 4800. Bəli, Mont Blanc'dır, düzdür. Sonra burada yerləşir. Kafkas. Qafqaz Ən dağları. hündür zirvə. Karpatdır, Karpat. Karpat dağı. 2655 metr, 55. Qərb-Qafqasdır. Bəli, burada yerləşir. Krım dağları. Krım dağları. Kırım dağları. Türkiyənin şimalında. Font. Tower. Burada Apeni yarımadasında. Benim. Afərin Apeni dağları. dağları. Balkan yarımadasında. Balkan dağları. Balkan dağları. Düzdür. Rusiya, Gürcüstan, Azərbaycan. Qafqaz dağı. Qafqaz dağları. Düzdür. İran-İraq sərhəddində. Zagros. Zagros. Zagros.
Xəzərin cənubunda. Elbrus. Elbrus. Qafqazın ən hündür zirvəsi haradır? Elbrus. Elbrusdur. Bu Rusdur. Rusiyada yerləşdiyinə görə Rus deyirlər. Rus kimi yadda saxlayarsınız. Nə qədər hündürlüyü? 5642. Düzdür. Burada isə Elbrusdur. Bax, Elbrus daha doğrusu. Elbrus. Və yaxud da Elbrus deyirlər. Bu hündürlüyü 5610 metrdir. Sonra keçək bura. İran, Türkmənistan sərhədində yerləşən dağ sistemi. Zagros. Qarabağ. Xeyr, Zagros bayaq dedik də buradadır. Kopet dağ. Kopet Kopet dağıdır. dağı. Kopet dağ. Düzdür. Burada yerləşir Kunlun dağları. Pamir dağları, Pamir. Amir. Hələ biz cavan dağlardan danışırıq, yəni Kaynazo yaşlı dağlardan deyil. Bura Pamir dağlarıdır. Düzdür. Pamirdən şərqdə yerləşir. Himalay. Himalay. 8611 metr hündürlük Kayçi, Qaraqorun. 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 Afqanistanda Tian Şan dağları, daha doğrusu Yaşa. Hindukuş uşaqlar. Hindukuş, Pamir, Qaraqorun, bura Himalay, bura Tibet, bura Kundun dağlarıdır. Avstraliyada cavan dağ varmı? Alp qırşıqlığında yaranan dağlar. Xeyr. Yoxdur. Sonra bir dənə də dağ var ki, daha doğrusu 3 dənə də dağ var ki, onlar Paleozo erasında, Kaledon Hertsində yaransa da, Kaynazo erasında Yanşan Altay Sayan. yaşayan Altay Sayan dağları vardır. Yaşayan Altay Sayan. İndi burada bəzi zirvələri bilmək lazımdır məsələn. Bilmək lazımdır ki, Pamirin ən hündür zirvəsi Kongur. Kongur. Nə qədər? 7719. Düzdür. Sonra bilmək lazımdır ki, Tian Şanın ən hündür zirvəsi Qəbələ Pikir. 4739. Qəbələ yoxsa Qələbə? Qələbə belə. Bəli, 7439. 39. Sonra bilmək lazımdır ki, Qaraqorumda Çokol. Soqori və yaxud da Oldu. Kayçi 8611 metrdir. Himalay dağlarının ən hündür zirvəsi Somolungma. Jomolungma və yaxud da Everest. Everest. 8848 metr. 48 metrdir. Bəli, bunlar yenidən törəyən dağlar kimi yadda saxlayın. Sonra, Bəli. bəli, Sayan üç ölkə ərazisində yerləşir. yox, Sayan yalnız Rusiyada yerləşir. Bəs o üç Altay. dənə üç ölkə ərazisindədir. Bəli, Qazaxstan, Çin, Monqolistan. Hətta Rusiyada düşür, 4 ölkə deyərdi. Bəli. Sonra gələk hara? Mezozoy erasında yaranan dağlar, Kimmer qırşıqlığında. Mezozoy erasında yaranan dağlara yalnız Şimali Amerika və Avrasiyada rast gəlinir desə, Doğrudur. 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 Kordilyer dağlarının şərq hissəsi Qayalı dağlar. Qayalı. düzdür. Sonra burada Rusiya ərazisində Şərqisi. Verxoyanski, Çelski. birinci Verxoyanskidir, sonra Çelskidir, sonra Xotali. sonra Kumlun Tibet. Tibet ərazilər. Bunlar Mezozoy qırşıqlığında yaranmışdır. Dağlar mütləq hündürlüyünə görə neçə yerə bölünür? 3. Bəli, 3 yer. Alçaq, orta. bəli, yüksək. 1000 metrə qədərdirsə, Sağ. 1000, 2000-dirsə, Orta. 2000-dən yuxarıdırsa, Yüksək. yüksək dağlar adlanacaq. Düzənlikləri də bir daha xatırlayaq xəritə üzərində. Düzənliklərimiz bölünür yaranma mənşəyinə görə. Denidasiya. Bəli, Akkumulyativ denudasiya. akkumulyativ və Denidasiya. denudasiyon. Akkumulyativ düzənliklər, Balıqlar. ovallıqlar, düzdür. Denudasiyon isə Yayalar. yayla və yüksək. Yüksekliklər. Bəli. Başlayaq akkumulyativ düzənliklərdən, ovallıqlardan. Bunlar iki yerə bölünür. Allüvial və proluvial. Nə deməkdir proluvial? Çayların gətirdiyi.
Yağış Alluvial sularının çayların gətirdiyidir. Daimi axarlı çayların. Proliver isə müvəqqəti axarlı suların yaratdığı düzənliklərdir. Gəlin bu düzənlikləri tanıyaq. Şimali Amerikadan başlayaraq. Bax bu düzənliyimiz necə adlanır? Meksika ovalı. Meksika yanı ovalıq bura. Mississippi. Atlantik sahili. Atlantik sahil. Bəli, bu isə Mərkəzi. Mississippi ovalığı. Mississippi. Mississippi ovalığı. Sonra Cənubi Amerikada ekvatordan şimalda. Orinoco ovalı. Bəli, ekvatorla kəsişən ərazidə. Amazon Amazon ovalı. ovalı. Bəli, burada. La Plata ovalı. La Platadan axan çay. Parana. Panama. Sonra bura. Senegal. Senegal ovalı. Senegal ovalığı düzdür. Senegal ovalığı şimal və şərq yarımkürəsində yerləşir desə. Doğrudur. Doğrudur. Qərb yarımkürəsində. Şimal-qərb. Şimal və qərb. Senegal ovalığı ilə Mississippi ovalığı eyni yarımkürələrdə yerləşir desə. Yanlış. Doğrudur. Hə, doğrudur. Yanlış. Doğru. Şimal qərb. Bura hansı çökəklik gedir? Kongo. Kongo hövzəsi. Kongo hövzəsi. Burada ekvator 2 dəfə kəsib keçən çay. Kongo Kongo çayı. çayı. Kongo çayıdır. Düzdür. Gələk Avstraliyada. Bax bu hissədə yerləşən ovalıq düzənlik. Nalarbol. Nallar. 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 Bu hissədə yerləşən düzənlik. Böyük düzənlik. Mərkəzi Arteziyan hövzəsi. ovalıq. Mərkəz düzənlikdir. Mərkəzi ovalıqdır. Karpentariya körfəzindən Avstraliyaya qədər olan bu ərazi isə böyük arteziyan hövzəsidir. Sonra gəlir İtaliyanın şimalında yerləşən düzənlik. Adam ovalı. Kazan ovalığı. Padan ovalığıdır, Padan. düzdür. Sonra burada aşağı Dunay, orta Dunay, Gürcüstanda Dunay, yerləşən aşağı. ovalıq. Kolxidum. Kolxida, Kolxida. Azərbaycanda. Küləraz. Küləraz ovalı. Sonra bu hissə, Almanya, Polşa. Almanya. Almanya, Polşa. bura Qərb Avropa. Qərbi. Qərb. Şərqi Qərbi Sibir. Avropa düzən, Şərqi Şərq Avropa, Avropa. Ural dağlarından qərbdə yerləşir. Şərqi Avropa düzənliyində hansı eksogen relyef formaları geniş rast gəlinir? Buzlaq relyef formaları. Bəli, moren tirələr, təpələr. Niyə? Çünki Dördüncü 4-cü dövr buzlaşmasına Dördüncü məruz bulaşmasına qaldı. məruz qaldı. Düzdür. Bura haradır? Mesopotamiya ovalı. İki çay arası Mesopotamiya. Düzdür. Bura haradır? Dekan. Hindqang. Hindqang ovalığı. Dekan. Düzdür. Ovalıqdan danışırıq. Dekan yayladır. Bura. Hintçi. Mekong. Mekong. Burada. Mekong. Böyük Hindistan. Böyük düzəni hansı çaylar arasında yerləşir? Xuanxe bir də Yansız. Yansız. Düzdür. Sonra Ural dağlarının şərq hissəsində yerləşir. Orta Sibir. Sibir yaylağı. Qərbi Sibir ovalığıdır. Onun Ovalıqdan yanında danışırıq. Burada Xəzərin şərqində Turan ovalığı. Turan. ovalığıdır. Düzdür. Əsas ovalıqlarımız, bir də burada Yana İndik ovalığı yerləşir. Əsas ovalıqlarımız bunlardır. Keçək ovalıqlardan sonra nəyə? Yaylalara, denidasyon düzənliklərə. Ovalıqların mütləq hündürlüyü neçə metrə qədərdir? 200 min. 200 metrə qədər olan ovalıqlardır. Yüksəkliklər 200-500. 500, 500. yaylı isə 500-dən yuxarı. Birinci yüksəklikləri tanıyaq, yüksəkliyin sayı azdır. Bunlardan Orta biri yüksəklik. böyük göllərin yerləşdiyi mərkəzi Ova. düzənlikdir. Mərkəzi ovalıq Avstraliyada, mərkəzi düzənlik isə Şimal Amerikada. Lavrenti yüksəkliyi var. Sonra gəlirik Avropada, Şərqi Avropada yerləşən yüksəkliklər. Orta Rusiya, Valday, Volqa boyu. Bəli, Orta Rusiya, Valdoy, Volqaboyu, Stavropol yüksəkliklərini deyə bilərik. Sonra gələk yaylalara. Yaylalarda kristallik bünövrə səthə yaxın yerləşir, düzdürmü? Sizcə Bəli. akkumulyativ yoxsa denidasyon düzənliklərdə çökmə mənşəli təbii ehtiyat günüdür? Ben akımlıydı. Akkumulyativ Denidasyon. düzənliklərdə çökmə süxurları qatı qalındır. Çünki bunlar çay gətirir, bura çöküntü edir. Nə bilim, külək bura gətirir, çöküntü. Yəni çökmə süxurları qalın olduğuna görə ovalıqlarda çökmə mənşəli təbii ehtiyatlar zəngin olur. Denidasyonda isə kristallik maqmatik qat, kristallik bünövrə qatı səthə yaxın yerləşir. Yəni üst platforma örtüyünü külək, yağış yuyur, aparır xarici qüvvələr. Və yerin dərinliyində olan özül yer səthinə çıxır və o özülün də tərkibində metamorfik maqmatik süxurlar zəngindir. Orada da filiz faydalı qazıntılar daha çox olur. Başlayaq Şimali Amerikadan. Bu hissədə yerləşən Mərkəzi düzənlik. böyük düzənliklər. Böyük düzən. Böyük düzənlik. Mərkəzi düzənlik dedik burdadır. Yaxşı. Bu böyük düzənliklər. Burada yerləşən yayla.
Yukon yaylası. Yukon yaylası. Yukon, əla. Burada yerləşən hövzə, yayla. Böyük hövzə. Böyük. Böyük Böyük. hövzə. Böyük hövzə. Bir də burada Colorado çayının keçdiyi Colorado Colorado. provinsiyası yerləşir. Burada yerləşən yayla. Meksika. Meksika yaylası. Əla. Təxminən 20 cənub enliyində Çili və Boliviya Altiplano. sərhədlərində Altiplano. Altiplano yaylaları yerləşir. Düzdür. Cənubi Amerikada ekvatordan şimalda yerləşən yayla. Gviniya. Gviana yaylası. Gviana yaylasında özünə məxsus masavari relyef formalar, 800 min 800 metr hündürlükdə Tepoliler. Tepuylar. Tepuilər və bu yaylalar boksit ehtiyatı ilə zəngindir. Yaxşı. Boksit. Sonra Braziliya yaylası. Kəllə qəndlər var orada var. Burada nə var? Özünə məxsus. Kəllə qəndlər. Əla. Hansı təbii ehtiyat zəngindir desə? Dəmir filizləri. Boksit, Mangan dəmir, da var. bəli, mangan, Müəllim, Gviyanada nə yerləşir dediniz? tepuilər. Boksit. Tepuilər özünə məxsus relyef formalarıdır. Təbii ehtiyat olaraq deyirsinizsə, boksit ehtiyatları zəngindir. Sonra burada yerləşən yayla Patagoniya yaylası. Patagonya yaylasıdır. Düzdür. Bir də burada Boliviya, Puna, Peru yaylaları var. Onlar sizə lazım deyil, ehtiyac yoxdur. Sonra gedirik Afrikaya. Burada Hakkar. Əhəkkar, sonra Tibet. Tibetdir. Darfur. Bunlar şahid dağlardır. Doğrudur. Doğru. Burada yerləşən yayla Efiopiya yaylası. Efiopiyadır, Efiopiya. düzdür. Burada yerləşən yayla Həqqar. Şərqi Afrika yaylasıdır. Əhəkkar yuxarıda dedik, bir materikdən neçədən əhəkkar olur? Şərqi Afrika yaylası. Ən hündür zirvəsi Kilimanjaro. bəli, 5895 metr. Bir də burada yerləşir Çar Namibia, Botswana ərazisində Kalahari. Kalahari yaylası deyə bilərik. Sonra Avstraliyanın qərb hissəsində yerləşən yayla. Qərbi Avstraliya yaylası. Düzdür. Pirneya yarımadasında yerləşən yayla. Meseta. Mesetadır, Meseta. düzdür. Burada yerləşən Kars platosu, Kars yaylası deyə bilərsiniz. Türkiyənin şərqində yerləşən yayla. Anadolu. Anadolu. Anadolu yaylası. Düzdür. Azərbaycanda yayla varmı? Xeyr. Qarabağ vulkanik yaylası. Bəli, vulkanik yayla, Qarabağ vulkanik yaylası deyəcəksiniz. Sonra bura İran. İran yaylası, Hindistanın mərkəzi, Dekan yayla. Vulkan yaylası. Dekan, dəmir, daş kömür, boksit, qrafit ehtiyatları zəngindir. Sonra burada yerləşən dünyanın ən hündür dağlı yaylası, Tibet. Tibet Tibet. yaylası. Tibet yaylası. Monqolistan Çin ərazisində yerləşən yayla, həmçində səhradır. Gobi yaylası. Tibetə Tibet də deyirlər, hə? Şərqi. Yox, Tibetdir burada dedik ya. Bax, Əhəkkar, Tibetdir, Darfur, Afrikadadır. Tibet isə buradadır. Bura Orta Orta Sibir Sibir yaylası. yaylası götürəcəksiniz. Bəli, bu da əsas yaylalardır. Səhralar da təkrar edək. Səhralardan başlayaq. Şimali Amerikada səhralar varmı? Evet. Var, amma kiçik az sahə daşıyır. Dərsliklərdə yoxdur, amma Sonor Mojave səhraları var. Cənubi Amerikada yerləşən səhra, Atakama səhrası. Atakama səhrası Çili və Peruda yerləşir desə, Bəli. Doğru, yalnız yanlış. Peruda, Çilidə yerləşir. Yalnız Çili. Hansı cərəyan təsirlə formalaşır? Xeyr cərəyanı. Bəli, Peru dünyanın ən quraq səhrasıdır desə, Doğru. Doğrudur. səhra olmasına baxmayaraq dünyanın ən dumanlı yerlərindən biridir. Doğrudur. Bəli. Düz Doğru, duman doğru. tutan pərlərdən də istifadə olunur deyə biləcəyik. Sonra Şimali Afrikada yerləşir. Böyük səhra. Böyük səhra. Bəli, bu səhralarda, burada Liviya səhrasıdır. Səhralarda aşınmanın hansı növü gedir? Fiziki aşınma. Fiziki. Qırmızı dəniz sahilində yerləşən səhra. Nubya Səhrası. Liviya. Və burada Namibya. Namib səhrası mərkəzdə. Kalahari Kalahari. səhrası. Kalahari səhrası. Bəli, Avstraliyada tropikdən cənubda Victoria. Viktoriya. Böyük Viktoriya, tropikdən şimalda Böyük qumlu. Qumlu. Böyük qumlu yerləşir. Ərəbistanda Rubel xali. Bəli, Böyük Nəfud, Kiçik Nəfud səhraları.
İranda Təkrar. Dəşt-ü Kəbir. Pakistan Hindistan sərhədində Tar. Tar. tardır, Tarsa. düzdür. Sonra Turan ovalığında Karagungun. Qaraqum Qaraqum səhrası, Qaraqum. bəli, Çin Gobi səhra. burada. Gobi səhrası bayda. Bir də bax burada Tarim platforması üzərində Çəkmə kimi. Dəşlə Məkan səhrasıdır. Bəli, əziz şagirdlər, düşünürəm ki, bu dərsimiz sizin üçün həm sınaq, həm də dərs faydalı oldu ki, bu qədər məlumat təkrarladım.